Hər dəfə mən bu işə gələndə sıxılıram da. Ürəyim sıxılır bu işdə. Da afisant işləməyəcəm. Ələtər işləməyəsən, o boyda krediti kim ödəyəcək, hə? Ay, beynim mənə nəsə deyir elə bir. Düz deyək, mən bu işdə qalacam. Yox, qalıb işləyəcəm. Bəlkə də bu işdə qalacam. Çoxlu pulum olacaq. Ailə həyatı quracam, varlı olacam. Ala bax, çoxlu pullu olacaq. Ala bax, ailə həyatı qurasan. Hə, səni kimi beyni olan heç vaxtı qabağa gedə bilməz. Bu ürəklə də çətin bu kiməsə yaxınlaş ailə qura. Nə olub əvləyə? Afcan, bəlkə görüm, hə? Ara qaçsan, ürəkli ol, bura gələ, bura gələ. Yaxınlaşma. Mən nəsə narahatam, mən elə gəlir ki, bu taraz adam deyil, yaxınlaşma. Hə, yaxınlaş. İmkan bir də. Belə adamlarda bax, 5 manatdan başlayır. Çayvoy var, çayvoy. İyin hiss elə, get. Səndən də ölən bir tez gəldi. Salam müəllim, necəsiz? Müəllim? Mən dərs deyəndə görmüsən, müəllim nə də? Sən də gül, sən də gül, sən də gül. 5 manatdır, ha, 5 manatdır. Gülmə, biraz qürurun olsun, gülmə. Hə, qürur vaxtı döl, kredit xıddətdədir. Qürur getdi, getdi qürur. Nə hırtıldırsan, hə? Sağ görüm, əməyinizdə nə var yeməyə? Tikə, lülə, bastırma, mərci. Yavaş, yavaş biraz. Tikə, lülə, bastırma, mərci, buğlama, bozlama, kotlet, ketlət. Ketlət. So? Duz çörək, hə. Onda sən belə elə. Belə elə. Deməli, gedirsən oradan, mənə bir dənə menü gətirirsən, yanında qalma. Daha ya, getdi. Nə oldu, hə? Məni sındırdılar. Mən bilirəm, bunun çayına nə... Nə var, gəldik, bura oturmuşduq da evdə. Evdə sıxılırdım, nə yaxşı gəldik bura. Ürəyimiz açılar. Ayda, nə qəşəng qızdır. Kaş mənim də belə sevgilim olardı. Kəş mənim də belə sevgilim olardı. Ağzın suyu sil, hə? O qıza bax, bir də özünə bax. Sən baxandı o. Hə, niyə baxmır? Hə, niyə baxmır? Bir yaxınlaş da, bir sözümü denədə niyə baxmasın axı sənə? Hə, məncə də yaxınlaş, yaxınlaş. Sən necə mənimlə eyni fikirdə oldun? Hə, o mənada yaxınlaş demirəm. Mən afisantdır da, sifariş götürməlidir. Yaxınlaş deyil, nə istəyirəm? Salam xanım. Salam. Yeməyə məni istəyirsiniz. Nə istəyirsiniz? Nə istəyirsiniz? Nə deyirsən, hə sən? Hə, donmuşam, yaxından çox gözəl qızdır, başı bitirmişəm, bilmirəm. Benim dondu, hə. Mən nə danışıram? Ağzıma gələni danışıram. Sənə nə oldu? Sənə nə oldu? Çırpınmağa başladım. Həyəcanlanma, həyəcanlanma Kamil, həyəcanlanma. Kamal, həyəcanlanma. Adımı da yadına çıxartdım, Az bu bizi gördü, özünü itirdi. Amma qəşəng oğlandı ya. Nə olsun, qəşəng oğlandı. Afisant deyə bu, indi cibində bir qəpiyi də yoxdur bunun. Üz vermə ha buna. Sifarişini ver, çıxsın, getsin. Bir şeylər fikirləşim deyərəm. Hə? Nələr? Hə, başa düşdüm. Deyirəm, nə qəşəng qızdır. Havalar. Az bu bizləmdir. Çıraram mən bunu. Bir dəqiqə dayan da, belə eləyirsən ki, evdə qalırıq da. Alo. Rəhmançik, qaqdılar adını. Deməli, gedirsən mənim evimə, orada bildiyində 2 dənə seyf var, balacadan. Balaca seyfdə, yəni bəhs eləyəcək. Pul götürürsən, bir dənə Lamborghini, bir dənə villa, amma patsvet olsun. Bilirsən də, mən kaprizim var. O, həll eləyirsən, gəlirsən. Varlı deyə bu. Sən də gedib yapışmısan o afisiyantdan, sifətə bax.
Bax, beləsi ilə tanış olmaq lazım deyə. Hə, ofisant. Qaç bura. Yersən kuxlanın ağzını açırsan, nə var hamısını tökürsən xanımın qabağına. Sənnəndir. Varlıdır indi bu. Vallahi nə yalan deyim, mənim də xoşum gəldi bu oğlanla. Qız əldən gedir, nəsə eləməliyəm mən. Sən qızın başı bırak qaqaşa girmiş. Bəlkə işdən zaddan düz qoş elədi sənə, çıxdın. Ayxan, Ayxan kimdir? adınız nədir? Hə. Demirsən, ya onu da belə eləyək də. Maşın da kakras hazırdır, həyətdə xoddadır. Gedək bir dənə gəzək, bir kuru qataq. Yox, çox sağ olun, istəmirəm. Kakraz... Hə? Yox? Yox. Hə, mən yox sözünü örgəşməmişəm. Özdə, mənə bax, səhərdən oradan görürəm. Oradan mənlə belə baxışırdım, baxışlar, zatlar atırdım ha. Mən? Və kimsən? Səs salırsınız siz. Xahiş edirəm, narahat eləməyin. Mən keçin əyləşin masanızda. Bir şey fikirləş da, bir şey fikirləş. Hə, beyin sən fikirləşməlisən. Görmürsən nə boydadır. Nə boy, qıçın boyda deyə, ürəkli ol biraz, sən eləməlisən. Elə bir şey olan ki, mənim üstümə atırsan. Hər şeyi mən həll eləməliyəm. Dur dana, dur gedək. Naz edir. Naz eləmə. Sən demə! Ata! Mən beynim çanqa! Ay Allah! Qalx be! Bax, sənin üçün elədiyi gözümə girir. Ürəyimdən tikan çıxdı. Bu nə də? Tikandır o. Hə, çıxdı. Şeydir. Ayda deyəsən mən aşiq oluram. Yox. Yox. Salam. Salam. Mənim adım Aynurdur. Hə? Mənim adım Aynurdur. Mənim adım nə istəyirsən olsa, adım nə idi mənim? Adım Kəmal. Kemal? Kemal, hə. Kemal. Şad oldum. Mən də ad oldum, şad oldum. Kemal, Hə. gedək mikrorayon tikməyə. Gedək. Gedək. Yamandır da. Oh. Nağardım əmə. Mən nə vaxt beynimdən fikirləşməyə başlayacağam. Gül kimi qızı əldən çıxartdım. Təmiz zibilin çıxıb eşşəklik elədim. Axır ki, mənə ehtiyacın oldu, hə? Axırıncı dəfə səni atom vəzifəyə getməmişdən qabaq görmüşdüm. Sındırmısan bu ürəyi. Sən o müəllimin ürəyisən? Görmürsən? Onun beyni hanı be? Hə, bunda beyin olsa bu vəziyyətə düşər heç. Onu da düz deyirsən. Sən nə edirsən burada? Mən də burada ofisant işləyən qaqaşın beyniyəm. Ürəyi qoşuldu, qıza getdi, beyni qalıb çayvoyun yanında. Çayvoy verəndir bu. Bunun belə bu boyda ürəyi olduğuna baxma. Hələ özü basıb özü yeyir. Bunda çayvoy verən sifət yoxdur. Ürəyi də piyləli be bunun. Səndəkinin də beyni inkişafdan qalıb deyəsən. Və beləliklə onlar sevgili oldular. Bəs görək bir ildən sonra bizim qəhrəmanlarımız ürəklərinin mi səsinə qulaq asacaqlar, yoxsa beyinlərinin mi? Nə tapmısan bu oğlanda? Hələ il dönümü üçün pulqabı alıb. Az on pulu var pulqabının içinə qoymağa. Nə olsun ki? Amma bir yerdə çəkdirdiyimiz şəkillər var. Onları qoyar da pulqabın içinə. Sən canım kəs də romantikanı. O səni fırladır. Ayrıl ondan. Yalan deyir. O səni sevir. Biz evlənəcəyik. Qarnına çörək ala bilmir. Bunu alacaq. Ay qız, əsas pul deyil, əsas sevgidir. Soğan çörək olsun, amma yenə sevgi olsun. O soğan çörək maksimum bir həftə gedəcək də. Sonra mədədə joqa yaradacaq. Olsun da sən ona qulaq asma. Əsas odur ki, evimizdə isti ocağımız olacaq. İsti ocaqda şey qutarana qədərdir, qaz qutarana qədər. Ayda. Evləmə təklif eləyəcəm, amma heç bir plan qurmamışam ya.
Nətər olacaq? Mən deyim də sənə. Mən indi dediklərimi yadında saxla. Deməli, göydən çoxlu rəngli şarlar töküləcək. Qapı açılacaq. İçəri skripka çalanlar girəcəklər. Ondan sonra da bir dənə təyyarə göylə uçacaq. Arxasında bir dənə belə parça açılacaq. Yazılacaq ki, mənimlə evlənərsən. Kəs hə səsini. Bunun cibində 3 manat pul var. Sənin qurduğun cümlə 50 mindən başlayır. Sən bunun beyni sən işləməlisən. İşlənəsə tap denən də Heç nə fikirləşəmirəm. Məndə yoxdur. Belə şeylər yoxdur. Niyə fikirləşənmirsən? Mən kabab yiyən adam beyni deyiləm. Makaronla mədəsini alladan bu yetimin beyniyəm. Mən nə fikirləşim bundan artıq? Nəmin, bu da bura qədər gəlmişik də bir şey fikirləşmək lazımdır. Belə qalmasın, olmaz belə qalmalı. Heç sənə. Mən fikirləşə biləcəyim ən bomba şeyi fikirləşmişəm. Nəyi fikirləşmirsən? Tanışdıq günü ilə qızın ad günün eyni günə salmışam. Gələcək potensial bir rasxoddan qurtarmışam da bunu. Mən bundan artıq heç də eləyənmərəm. Qız tək qalıb orada gedim yanına. Kamil, Aynur. Necəsən Aynur? Salam Kəmal. Ərimə, o dəqiqə ərimə. Görmürsən, əli boş gəlib, sümsük. Ayrıl bundan. Necəsən? Deyirəm, bəlkə yemək yeyək ya da nəsə içək. Qazlı su içək, qara rəng. Razılaşma qəti şəkildə. Afisiyantların birinci variantı qazlı sudur. Qazlı suyu çizdirirlər ki, çox yemək yeyə bilməyəsən. Az bir sən nə danışırsan? Nə olsun ofisantı? Amma zato əlindən gələn əsirgəmir ki, gücü nəyə çatır onu eləyir də. Fərqi yoxdur. Sən də sifariş eləsən, mən də ondan yeyərəm. Gör nə yaxşı qızdır, ancaq səni fikirləşir. Sənin istədiklərini eləmək istəyir. Məncə uzatma, təklif elə, evliliyi təklif elə. Arxayadır hə, ağıl yası qalıb burada bu fikir yönəldi. Evlənmə qəti, sənə o kreditlə evlilik yaramır. Aynur, mən sənə bir söz demək istəyirəm. Hə, gördün? Ayrılmaq istəyir. Birinci sən dinən. Dinən ayrılmaq istəyirəm. Bir sus da, görək nə deyir, mənə də həyəcanlandırırsan. Aynur. Nağar sənə dizindidən aratsan yerə. Xəstəsən sən. Evlənəndən sonra olsa diz çöktürəcək də sənə bu. Tələsini canım üçün tələsini. O özüyü versən kişi də özə. Bu evlilik təklif eləyir. Ay, rəyim düşdü. Mən də donub qaldım. Mənlə evlənərsən? Hədi, 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 hədi. Hədə, ayağım ağrıyır. Bir dəqiqə. Sən niyə hədə deyirsən? Sən niyə hədə deyirsən? Bayaqdan bizi ayırmağa çalışmırdın. Bu dövrdə evlilik üçün oğlan tapmaq çətindir. Nə? Evliliyə də. Çaşdım. Niyə? Gedək parkda gəzək də. Gedək. Beləliklə hər şey ürəklərin istədiyi kimi oldu. Lakin zaman keçdikcə beynin məntiqi ürəyin hisslərini üstələdi və vəziyyət heç də ürək açan olmadı. Nə var Ayaz? Nə olub? Bezmişəm səndən. Hara bezmisən? Niyə bezmisən məndən? Zəhləm gedir səndən. Yaşaya bilmirəm mən. Niyə yaşayamırsan mənlə? Nə olub? Mən sənin ananla bir evdə yaşamaq istəmirəm. Sən mənim atamsan, ananla bir yerdə yaşamaq istəmirsən? Arvad sənə deyil, oturub da öz otağında. Öz otağında bir otaqlı evdə yaşayırıq biz. Nə olsun bir otaqlı evdə yaşayırıq? Pərdə ilə ayırmışıq da ortadan. Anamın otağı başqadır, pərdədən o tərəfə də biz qalırıq. Ay Allah, pərdəyə bax sən. Pərdəyə bax. Elə bir ki, Çin səddi zaddır. Bir otaqlı evdə bir dənə pərdə çəkmirsən ortadan. Evimiz elə bir mərasim zaldı. O tərəfdə kişilər oturur. O tərəfdə kişilər oturur, bu tərəfdə arvadlar. Bir dənə pərdədir də, orada danışacaq, burada işləyəcək də. Vapşə mənim başıma daş düşərdi elə. Sənə hə dediyim yerdə evləndiyim gün mənim başıma daş düşərdi. Bu niyə vurur məni? Mən qabaqcadan demişdim də ona, hamısı sənə görə oldu. Hələ gəlməyib indidən anavı bəyənmir. Sən də gir də, nəslindən gir bunun. Gir, davay.
Göz sizin qohumlarınız Fəridir, hamısı görməmişdi. Baş düşmədim. O, nə oldu? Qardaş gülüşlə kodlandı. Bəyaqları ürəkdən tikən burada çıxdı elə bir, hə? Qardaşın farsunkası təmizləndi. Sizin qohumlarınız hamısı görməmişdi. Biz sizə bayramda qoyun gətirdik. Baban qoyunu görən kimi nətər ət qışqırdısa, yazıq qoyun öldü, hə? Ürək partladı deyə qoyunun. Utanmaz qoyunu kəsməmiş parçaladı. Allah, nə olub bu? Hep qonşuda bir kişi vardı, gəldi dişinlə yazığın başını kəsib. Bu nə görməmişdik, qardaş. Bunun başından xaş elədiniz, bu dırnaqlarından nə bilim xaş elədiniz, kəlləpaça elədiniz. Bu qoyunu nə görə qoydunuz? Bağırsaqlarından saçqa düzəltdiniz. Siz bu qoyunun başına nə oyun açdınız, hə? Baban utanmaz onun yunundan götürdü, özünə papaq düzəltdi. Belə şey evdə xalça düzəltdiniz. Yazıq qoyun. Hələ nədən utanmaz o qoyunun əlinə qırmızı şey geydirmişdi. Götürdü qırmızı şey geydi ki, mən bunu toya geyinəcəm. Nənən o əynini olsun deyə o qırmızı qoyunun paltarı evdə 4 ayaqla gəzirik. Utanmaz da məliyir. Tez ol üzüyü de, vur başına üzüyü. Yaxşı yadıma düşdü. O nə üzüydü həridə gətmişdi, hə? O qədər nazik idi ki, qonşunun uşağının burnuna çöp kimi getmişdi. Gedib çöpçüdən çıxardıb tapmışdım onu. Sən də kostyumu de. Gir kostyumla, gir. Verdiyiniz kostyum o qədər köhnə idi ki, içindən 2-ci Dünya müharibəsi medalı çıxdı. Antik idi o. Antik. Babasının kostyumunu verib mənə. Üstündə güllə yaraları var idi. Almancada nəsə intihayşa, nəsə belə bir şey yazılmışdı. Denən zəhləm gedir səndən. Zəhləm gedir səndən. Beynim oxud, nə? Mən də səndən zəhləm gedir. Sən də denən ki, yola getmirik, ayrılaq. Vsyo! Yola getmirik səndən, ayrılaq biz. Sən də mənim beynimi oxudun. Səndə vəziyyət nətərdir? Darıxıram. Mən də sıxılıram. Niyə belə oldu bu? Nə bilim, əlimdə olsaydı bunun beyninə qan pompalamazdım. Ha, bu onsuz da bu çürük var ya, çürük beyin. Ondan çox qabağa gedəsi deyil. Amma Aynur Kamalı sevir. Kamal da Aynur'u sevir də. Problem o ki, Kamal da Aynur'u sevir. Amma gələn məntiqlərində yox, ürəklərinlə fikirləşsinlər də, ürəklərinlə sevsin bir-birini. Sən də mən fikirləşsən? Məncə hə. Ha. Belə dərd çəkməkdənsə ayrıl da. Nə tapırsan bunda? Sənə oğlan yoxdur. Canım üçün, eşitsən, ziyanın yarısından qayıtmaq da xeyirdir. Əleyzəni, bu da rasxod, Kirettin də xittəyə kimi sən evlənmək yaramır. Subay öl, nəslin qutarsın sənin. Tükər. Buna da fikirləşəmirəm, elə bir beynimi skoşlayıblar. Kamal, Aynur, Eşidirəm. mən qorxuram ki, sənsizliyə öyrəşərəm. Sən mənsizliyə öyrəşərsən ki? Qorxuram öyrəşərəm. Mən, bilirsən, mən heç vaxt təsəvvür eləyənməzdim ki, Instagramda şəklini zoom elədiyim qızla bir yerdə oturacam. Və onun qəlbini qıracam. Bəzən adamlar var ki, məntiq evliliyi eləyir, xoşbəxt olur. Bəziləri də ki, duyğularınla evlənirlər, bədbəxt olurlar. Amma əksi də olur, düzdür. İstəyirəm ki, məntiq evliliyi, nə bilim, nə evliliyi yox, amma mən istəyirəm ki, mən səndən bədbəxt olmağa da razıyam. Mən səni sevirəm. Mən də səni sevirəm. Hə? Hə. Nə hə? Hə, sən də məni sevirsən? Sən niyə belə tupoysan? Onda gedək. Gedək. Gedək evlənək. Gedək. Getdik. Sən onu danışdırmadın axı. Mən qadın ürəyiyəm. Qadınlar hisslərini çox bəlli eləmirlər. Qadının bir qüruru var da.
Elə? Onda get. Getdik. Az dəli oldu bir. Bütün plan batdı. Tutdular ağzımızı, heç də eləyənmədik. Yenə sevgi gəldi, məntiqi üstələdi. Mən dəli olan belə olanda. Narahat olma. Qoy bunlar evlənsinlər. Ən qəşəng günləri bərbad edəcəyik. Narahat olma. Sak, eşidirsən? Mən onu öyrədəcəm, anası gilə qoymasın. Deyəcəm, anası gilə gedəndə səni doldurub gəlir. Qəşəng. Deməli nə edirsən? Kamalın beynindən Aynurun ad gününü, xoş gününü, şad gününü, bütün günləri silirsən. Qoy qırğın düşsün. Bir də mənə bax, sən də mənim o qədər yaddaşım var. Uca yadımdan çıxdı olar. Deməli mən Evlənən kimi bir uşaq doğ, buynuzları xodda içərdən. Yaxşı? deməli nə edəcəm? Saxta profil açacağam. Boy. Instagramdan yazacağam ona. Qoy günləri qara olsun. Qoy dalaşsınlar, qoy atışsınlar, qoy sınayım onu. Qoy məhv onu. Əlim beynimdə qaldı ha. Gəl hələ göstərmələr başlasın. Qadın beyni ki, qadın beyni. Sən nələr? Sən qoymuyorsan bunlar xoşbəxt olsun.